hörmətli izləyicilər, takipçilər, abunəçilərim, sabahınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Cümə günüdür, Allah hər kəsin duasını qəbul etsin inşallah. Mənim də doğum günümə görə təbrik yazanlar çox sağ olun, var olun. Bir daha təşəkkür edirəm, minnətdaram. İnanın o qədər başım qarışıqdır ki, həm evladımla bağlı komissiyalara gedib gəlmişik, həm də anamı həkimə aparmışıq. Bugün əməliyyat olur, dualarınızı əsirgəməyin. Düzdür, əməliyyat 5-10 dəqiqəlikdir, amma əməliyyatı təhlükəlidir. Bir neçə həkimə müayinəsindən keçib. Burada Azərbaycanda da 2 həkim var ki, onlar yəni əməliyyatı boyun götürüblər. İnşallah ümid edirəm ki, hər şey yaxşı olar. İnşallah. Biz artıq gedirik. Gördüyünüz kimi Badandarda gedirik klinikaya. Bir neçə gün öncə anam müayinədən keçib və başqa bir xəstəxanadan da müayinədən keçirmişik. Amma gözünün əməliyyatı təhlükəli olduğu üçün həkim boyun almadı. Həm də vəziyyətinə görə təzyiqi çox yüksəkdir. Və biz Badandarda gedirik klinikaya. Çox gözəl bir həkimin yanına gedirik. İnşallah, ümid edirəm anamın əməliyyatı uğurlu keçər. Allah bütün xəstələrə şəfa versin. Həmçinin mənim anama da. Amin inşallah. Artıq az qalır. Yavaş-yavaş biz inşallah çatırıq. Qısa olaraq vloqlar çəkmişəm. Biz artıq çatırıq. İnşallah sağ-salamat. Burada sənədləri imzalayırıq. Buradan gəlinimizə təşəkkürümü bildirirəm. Həmçinin anasına da Allah can sağlığı versin, Allah xoşbəxt eləsin. Nə qədər sənədləri imzaladıq. Gördüyünüz kimi sənədləri imzalayıb sonra gedirik ödəniş etməyə. Ödənişin yarısını nağd verəcəyik, yarısını da kartla ödəyəcəyik. Çünki klinikadır. Baxın, gördüyünüz kimi artıq biz pulumuzu verdik. 700 AZN və 500 AZN kartdan verdik. Anamla görüşürəm. Anamı artıq çağırırlar əməliyyata hazırlamaq üçün. Əməliyyat başladı. Biz oturub zalda monitordan əməliyyat prosesini izləyirik. Həkim çox gözəl həkimdir həqiqətən. Və oradakı işçilər də həqiqətən çox gözəldir. Gözəl yanaşırlar. Anama təşəkkür edirəm. Gözəl həkim Cahid Şahbazov, qızıl əlli, göz xəstəlikləri üzrə uzman doktordur, həkimdir, cərrahdır, qeyd edim. Burada anamın əməliyyatı gedir, monitordan izləyirik və həkim özü də çəkiliş ediblər, bizə göndərəcəklər və videonun sonunda qoyacağım. Allah bütün xəstələrə şəfa versin. Mənim də anam əməliyyatdan çıxana kimi o qədər biz narahat olduq ki, dua etdik ki, yaxşı çıxsın. Hətta nəzir belə dedik. İnşallah anam əməliyyatdan yaxşı çıxsın, gözü görsün. Nəzirimizi paylayacağıq. Bu barədə də çəkiliş edəcəm.
Gülzar xanımın əməliyyatı başladı. Gülzar xanımın bugün sağ göz əməliyyatı olur. Əməliyyatı doktor Cəmil Şahbazov icra edir. Gülzar xanımın sağ gözündən qapılaşmış mirvarı süd təmizlənir, gördüyünüz kimi. Xüsusi cihazlarla gözün daxilində parçalanır. Ana çıkarttılar. Çok sağ olun. Allah can sağlığı versin. Şükür anam çıktı ameliyattan sağ salamat. Şükür canım anam sana kurban olarım. Allah gözünə nur versin. Buradan teşekkür edirəm. Cahit Şahbazov həkimə.